Şor-pendir xoşlamayan uşağınız varsa bu videoya diqqətlə baxın. Bu şirniyyat sayəsində uşağınızın kalsium ehtiyacı qalmayacaq. Dadı San Sebastianın dadına çox oxşuyur, yay üçün çox yüngül şirniyyatdır. Təbii ki, mənim mətbəxdə ən böyük köməkçim Aura kağız dəsmallarıdır. O da yanımda varsa, deməli mətbəxdə işlərimi rahatca görə bilərəm. İndi isə keçək hazırlama qaydasına. 3 baska sadə kəsmik, 2 yumurta, 1 vanil. Yarım stəkan manna, 5 xörək qaşığı xama və 1 stəkan yarım şəkər tozu. Götürdüyüm reseptdə qabartma tozu yox idi, amma mən 1 qabartma tozu da əlavə elədim. Hər şey bu qədər sadə, yaxşı-yaxşı qarışdırıb qoyursunuz 170 dərəcədə sobaya. Hardasa yarım saata 40 dəqiqəyə bişir, baxın ki, çox yandırmasın. Soyuducuda biraz şokolad var idi, onu əridib sos halına gətirdim. San Sebastiandakı kimi üzərinə tökdüm. Uşaqlar elə də sevdilər, amma sizə bir variant da deyim. Sadə şəkildə təbii ki, çox gözəl olur. Siz də sınayın, baxın, görün sizə görə hansı daha gözəldir. Üzərini isə istədiyiniz meyvələrlə bəzəyə bilərsiniz. Mən bu gilaslarla bəzədim. Çiyələ yox idi deyə bunu yoxladım. Meyvələrin də qurudulmasında mənə kömək edən Aura kağız dəsmallarıdır. Suyu tez bir zamanda canına çəkir və gözəl şəkildə qurudur. Kəsmiklə bildiyiniz başqa hansı dadlı və rahat reseptlər varsa, zəhmət olmasa kommentlərə yazın. Takib atıb bəyənməyi unutmayın.